Hər vaxtınız xeyir dəyərli izləyicilər. Bu videomuzda 6-cı sinif Yeni Azərbaycan dili dərsliyinin iş dəftərinin tapşırıqlarını, izahlarını paylaşacağam. Səhifə 17-ni əhatə edən ümumiləşdirici təkrar tapşırıqlarının izahları bu videoda paylaşılacaq. Kanala abunə ol, videonu bəyən, paylaş ki, davamlı olaraq paylaşılan bu videolardan faydalana biləsən. Əgər abunə olduzsa, keçək sualların izahına. Birinci sual. Fərqləndirilmiş sözlərin yerini dəyişməklə cümlələri yenidən qur. Nümunə. Anar qapıya top vurdu, anar topu qapıya vurdu. İndi burada bizə necə veriblər? Quş dimdiyində balalarına yem gətirdi. Biz buna yazırıq. Quş dimdiyində yemi balalarına gətirirdi. Daha sonra Nərgiz cəbhədə döyüşən qardaşına məktub yazdı. Biz də yazırıq ki, Nərgiz məktubu cəbhədə döyüşən qardaşına yazdı. Bu formada ikinci cümləni tamamlayırıq. Sonra deyir ki, sözlərin qrammatik formasında baş verən dəyişikliyi izah et. İzah eləyək. Birinci və ikinci cümlədəki yem və məktub sözləri verilən cümlələrdə qeyri-müəyyən təsirlik halındadır. Biz cümlələri müəyyən təsirlik hala çevirdik. Biz həmin sözləri, daha doğrusu cümlələri yox, biz həmin sözləri dəyişdirərək müəyyən təsirlik hala çevirdik. Bu formada öz cavabımızı qeyd edirik. İkinci sual. Hansı feillər təsirli halda olan sözlə işlənə bilir? Biz feilləri əslində əvvəlki illərdə təsirli və təsirsiz feillər olmaqla iki qrupa bölürdük. O terminlərin adları çıxarılıb dərsliklərdən. Sadəcə təsirli halla işlənə bilən feillər var. Onları, yəni biz nə etməliyik? Təsirli halında olan sözü bu feillərə artırmağa çalışmalıyıq. Yəni hansını artıra biliriksə, demək ki, işlənə bilir. Məsələn, götürdü. Sual ver. Nəyi götürdü? Əgər nəyi götürdü deyib sual verə bilirəmsə, deməli bu təsirli haldır. Məsələn, o kitabı götürdü. Deməli mən bura təsirli halında olan kitabı sözünü əlavə eləyə bilirəm. Bu olur. Sonra baxdı. Baxın, nəyi baxdı və ya kimi baxdı deyə bilirəm? Yox. Nəyəsə baxdı, harayasa baxdı. Tutaq ki, kitaba baxdı olar. Kitabı baxdı olmaz. Kitaba baxdı. Burada A yönlü haldır. Təsirli hal artırmaq mümkün deyil. Qaldı. Baxın, yenə nəyi və kimi sualını verirəm. Nəyi qaldı, kimi qaldı deyə bilmirəm. Nə qaldı? Uyğun gəlmir. Təriflədi. Nəyi təriflədi? Kimi təriflədi demək olar. Məsələn, əlini təriflədi. Yəni biz təsirli halın sualını veririk və cavabında da deyirəm əlini təriflədi. Demək buna təsirli halı artırmaq mümkündür. Qarşılaşdı. Nəyi qarşılaşdı? Kimi qarşılaşdı deyə bilmirəm. Demək bu təsirli halda işlənə bilməz. Dərdi. Nəyi dərdi? Demək olar. Məsələn, meyvəni dərdi. Nəyi? Meyvəni təsirli haldamı? Bəli. Qaçdı. Nəyi qaçdı? Kimi qaçdı? Demək olmaz. Demək bu təsirli halda işlənməz. Gəldi. Nəyi gəldi? Kimi gəldi? Demək olmaz. Demək, əgər biz nəyi, kimi sualını verib feili ora qoya biliriksə, təsirli halda işlənə bilər. Yox, əgər qoya bilmirsə, deməli işlənmir.
Götürdü nəyi? Kitabı. Təriflədi kimi? Əlini. Dərdi nəyi? Almanı. Bu formada götürdü, dərdi, təriflədi sözlərini nümunəyə uyğun doğru cavablar götürmək mümkündür. Və keçirik üçüncü suala. Numerativ sözləri uyğun boşluğa yaz. Baş, cüt, vaqon, nəfər, qazan. 3 xörək. İndi 3 baş xörək olarmı? Olmaz. Başı yazamaram bura. 3 cüt xörək olarmı? Olmaz. 3 vaqon xörək olarmı? Olmaz. 3 nəfər xörək olarmı? Olmaz. 3 qazan xörək olarmı? Bəli, olar. Deməli, 3 qazan yemək. Xörək mənasında qazan sözünü yazırıq birinci hissəyə. Sonra ikincidən davam edirik. 5-6 fəhlə. 5-6 baş fəhlə olarmı? Olmaz. 5-6 cüt fəhlə olarmı? Olmaz. 5-6 vaqon fəhlə. Bu da uyğun gəlmir. 5-6 nəfər fəhlə tamamilə yerində işlənib. Nəfər insan bildirən sözlərlə əlaqələnir. Yerdə qaldı digər sözlərimiz. 6 corab. 6 baş corab olarmı? Olmaz. 6 cüt corab olarmı? Bəli, olar. Corab sağ və sol ayağa geyinilir. Yəni cüt olur. Deməli, corabın ifadəsi, mənası elə cütlüyündədir. 6 cüt corab doğru yerində işlənmiş sözdür. 12 qoyun. Heyvanlar başla ifadə oluna bilər. 12 baş, qoyun. 4 yük, 4 vaqon yük olar. Deməli, biz sıra ilə bu formada 3 qazan xörək, 5-6 nəfər fəhlə, 6 cüt corab, 12 baş qoyun və 4 vaqon yük formasında yazmalıyıq. Keçirik dördüncü tapşırığımıza. Tamamlıqların altından xətt çək, ifadə vasitələrini göstər. Hər deyilənə inanmazlar. Nə etməzlər? İnanmazlar. Nəyə? Hər deyilənə. Burada tamamlıq feili sifətin an ən şəkilçisi ilə bir yerdə feili sifət tərkibi ilə ifadə olunub. Yəni, feili birləşmə. 6-cı sinifdə feili birləşmə qaydası var idimi? İsim, sifət, say, feil, əvəzlik. Burada doğru cavab yoxdur. Əgər dərslik bunun doğru cavabını feil olaraq götürürsə, çox böyük yanlışdır. Müəlliminiz də sizə buna feil desə səhvdir. Niyə görə? Çünki feil nitq hissəsidir. Feili birləşmə isə söz birləşməsidir. Söz ayrı ifadədir, söz birləşməsi ayrı. Burada inanmazlar nəyə? Hər deyilənə. Burada tamamlıq söz birləşməsi ilə ifadə olunub. Sözlə yox. Ona görə mən feil götürə bilmərəm. Feili birləşmə olmalıydı ki, mən onu doğru cavab götürüm. Heç birinə uyğun gəlmir. Müəlliminiz bir də deyirəm, feili götürsə əgər, deyin ki, müəllim, feil sözdür. Burada hər deyilənə feili birləşmədir. Yəni, söz birləşməsidir. Biri söz deməkdir, digəri söz birləşməsi. Bunlar tamamilə ayrı-ayrı şeylərdir. Həyatda heç kimi incitməyəcəksən. Kimi? Heç kimi. Heç kim qeyri-müəyyən əvəzlikdir. İkiyə yazmaq olar, əvəzlik. Müəllim divardan xəritə asdı. Nə asdı? Xəritəni asdı. Xəritə isimdir. Deməli, ismi götürmək olar. Xəritəni qeyri-müəyyən təsirli haldadır. Ona görə tamamlıqdır. Aza qane olmayan çoxa çatmaz. Nəyə çatmaz? Çoxa. Çox saydı. A yönlü halı ilə cümlənin tamamlığı oldu. Deməli, bu sayla ifadə olunub. O qocaya təəccüblə baxdı. Kimə? Qocaya. Qoca sözü kim sualına cavab verib sizi isim kimi çaşdırmasın. Qoca sözü müstəqil halda necə sualına cavab verən sifətdir. Qoca necə? A yönlüyü qəbul etdi, sadəcə isimləşdi. İsmin cildinə girərək kim sualına cavab verdi. Amma bu sifətdir. Ona görə sifətin altında üstəgəl qoyuruq. Dördüncü tapşırığımızda bu formada cavablandırmış oluruq. Birinci cümlədə xəta var. Onu müəlliminiz qeyd eləyərkən özünüz deyərsiniz. Dəyərli izləyicilər, bu videomuzun da sonuna gəldik. Kanala abunə olun ki, paylaşılan bu tipli videolardan faydalana biləsiniz, öyrənə biləsiniz. Bizi izləyib videolarımızı bəyənib paylaşmağı unutmayın. Paylaşın ki, hər kəs bu izahlardan yararlana bilsin. Sağ olun, növbəti izahlarımızda, növbəti videolarımızda görüşərik. Thank you.